İndi isə Əmir bəy son nəticəsini görməsidir. Sağlar sayılarını sunuram Azərbaycan Kültür Dərneyi adına və başımız sağ olsun. Böyük bir faciəmizin yanındayıq, hamısındayıq və gerçəkdən başımız sağ olsun. Bu faciə 120 il hər nə qədər insan yaşayırsa bu faciə qeyd edilməlidir. Bir gün içində bu faciəni bir gecə içində bu faciəni törədənlər təbii ki qisaslarını verəcəkdir. Verirlər zaten. Ama sözlerimi başlamadan önce hürmetli Şərəf xanım sizə sağlarınızı, minnətdarlığımızı sunuram bu dəyərli təşəbbüs üçün. Sizin başçılığınızla və digər yoldaşlar, əməkdaşlarınız var. Çox gözəl və çox dəyərli təşəbbüslər bulundursunuz. Sözü uzatmaq istəmirəm. Sadəcə bugün olayların hamısını bilirik. Amma hörmətli Arif və hörmətli Eldar və məndən öncə də sözləri işarə edərlər. Bir məsələyə toxunmaq istəyirəm. Bizdə qan düşmançılığı bəlkə o qədər yeri yoxdur. Təbii zaman gəlir tayfalar arasında görürsünüz indi. Bəlkə bəzi yerlərimizdə, çox varmaz sayı qədər yerlərimizdə belə bir misal olsun ki, bizdən bir nəfər alıbsınız, bir tayfa arasında dava düşsün. Amma biz heç zaman millət olaraq qan düşmanı olmamışıq. Amma zaman bizə qan düşmançılıq edilir. Buna elə öz kənarımızda yaşayan millətlərə baxdığımızda çox açıqcası görə bilərik. Fars millətinə gəldiyimizdə biz Bəşar Əsəd indi qınayırıq ki, öz ölkəsində, öz şəhərlərinə bombalar yağdırır. 1946-cı ildə, təxminən 50-60 il bundan öncə Zəncan şəhərimizdə örnək olaraq Fars Pəhləvi hakimiyyət tərəfindən uçaqlar uçub millətə bombalar yağdırırlar. O Farsın düşmançılığı. Yəni ondan sonra elə 12 dekabr ərəfəsində aynı gündə, Kürdaliyyətimizin günündə 30 minə yaxın insanı Təbriz şəhərlərində, başqa şəhərlərində qətl alınır. Gəlin çatın başqa ölkəmiz, başqa həmsaylarımızda, Kürd millətinə gəldiyimiz, Kürdə mənsub olan Qurğələr İsmail Asimetqoya gəlin çatın ki, 100 il bundan öncə Sulduz və Urmu və başqa şəhərlərimizdə faciələr törətdi və yaxud elə 30-40 il bundan öncə yenə də Sulduz şəhərində olan faciələri törətməz. Və gəlin yetişək ermənilər. Hörmətli Arif bəy çox gözəl işarə edədilər. Sadəcə quzeyimizdə də, güneyimizdə də biz zaman faciələrə şahid olmuşuq. Dekabr ayı 1917-ci ildən başlanan bir faciə törədilir Güney Azərbaycanda, Urmu, Səlmas, Sulduz və başqa şəhərlərimizdə. Ara sıra türkləri orada öldürməyə cəhd edib öldürürlər ermənilər. Ancaq bir ayrı bir maraqlı məsələ də vardır. Bizim düşmanlarımız heç zaman heç bir təsadüfi günləri salmırlar. Əgər 21 Azər 1324-cü ildə bizim istiqlaliyyətimizdir, 21 Azər 1325-ci ildə də bizə qanı bulayırlar, qanı bələyirlər Güney Azərbaycanı. Təsadüfi deyildir, əgər Xucalı faciəsi elə fevral ayında keçirilir, aynı günlərdə də elə Güney Azərbaycanda 22 fevral 1918-ci ildə Urmu şəhərində qətliam başlanır. 3 gün boyunca şəhərdə yaşayan ermənilər türkləri, müsəlman türkləri tuturlar və öldürürlər. 3 gündən sonra artıq bu qətliam dayandırılır, amma ölüləri bastırmaq 6 gün çəkir. Hətta kəfənləşdirməyə belə zaman verir ölülərdə var və işarə edərlər də sadəcə Urmu və Səlmas şəhərlərində Ağustos 1918-ci ilə qədər sürülən qətliamda 150 min nəfər ölür. 150 min nəfər. Bizim coğrafiyamız belədir. Bizə düşmən çox, dostumuz özümüzdən başqa kimsə yox. Arif bəy gözəl işarə edərlər. Bunların hamısını bunu gətirib çatdırmaq istəyirəm ki, keçmişini unutan millət gələcəyə addım ata bilməz. Keçmişini unutan millət yenə də düşmanları əli ilə qəddarcasına ölümə sürüklənib və öldürüləcəkdir. Keçmişlərdə belə bir səhvlər eləmişik, amma əminəm nəslimiz də və gəncliyimiz də bunu göstərir ki, keçmişi unutmamışıq. Və o üçün də gələcəkdə nə tək bizim başımıza belə bir olayla gəlməyəcəkdir ki, çox yaxınlıqda ürəyimizin parçası Qarabağ yenidən vətənimizə dönəcəkdir. Çox sağ olun. Soyuq qış gecəsi, amansız düşmən
bizi məhrum etdi fevral başında. Neçə şəhidlər verdik. Analar baladan, bala anadan o gecə fəryad qopardı. Bugün 27 il keçdi üstündən, ananın baladan ayrılışından. Gəlin Xocağını unutmayın. Bugün şəhidlərin ruhu önündə onlara söz verməliyik. Xocağını unutmaraq. Uşaqlar, Xocağını